Bunlar elə belə sıradan adam deyirlər. Mənim qardaşım, mənim bacım. Bunlar sıradan bir adam deyirlər. Ona görə deyirlər, bu qədər niyə Əhl-i Beytdən danışırsınız? Əhl-i Beytdən uzaq düşmək, Qurandan uzaq düşməkdir. Allah deyir, Quranın batini onlar bilir. Mən demirəm ki, Rəbbimiz deyir. Onlar Quranın batinin bilir. Batini ilə ünsiyyətdədirlər. Onlar Quranın ustadıdırlar. Onlar Quranın müəllimidirlər. Ona görə Allah Teala deyir, fəsəlu əhlə zikr. Soruşun onlardan, bayan izah verəcəm. Bəli. İnşallah Əhl-i Beyt haqqında olan ayələrdən biridir. Yaxşı, bunlardan uzaq düşmək, məktəbdən uzaq düşməkdir, fərddən uzaq düşmək deyil ki. Sən deyirsən, məsələn, 14 əsr bundan qabağa niyə qayıdırsan? Mən necə qayıtmayayım ki, bunlar Quranın Quranın ustadlarıdır. Biz bunlardan uzaq düşürük, müəllimimizdən uzaq düşürük. Ona görə də indi tarikun fikumus səqələyn. 2 dənə səqil, ağır əmanət qoyub gəlirəm. Kitab-əllah, kitab və Əhl-i Beyt, düzdür? Yəni Allah Teala nə istəyirsin? Yəni bunlar bir-birinə ayırmayın. Ona görə kitabı gətirib qoyuram başıma Qədir gecəsi, imamların adını çəkirəm, peyğəmbərin adını çəkirəm. Yəni bunlar bir-birindən ayrılmamalıdır.